Məhəmməd Zöhrəboğlu Allahveranov 1995-ci ildə Bərdə rayonunun Çəmənli kəndində anadan olub. Azərbaycan ordusunun erməni işğalçılarına qarşı əks hücuma başlananda Məhəmməd 3 aya yaxın idi ki, müddətdən artıq hərbi qulluqçu idi. O, hərbi əməliyyatların başlanmasını uzun illərdən bəri səbirsizliklə gözləyib. Odur ki, könüllü olaraq cəbhə bölgəsinə göndərilməsini xahiş edib. Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmanlıqlar göstərib. O, son gülləsinə qədər vuruşu və neçə ermənini məhv edib. Nəşini bizim hərbiçilər götürəndə Məhəmmədin yanında 11 erməni cəsədi də var idi. Azərbaycan Respublikası Prezidentinin fərmanına əsasən Allahveranov Məhəmməd Zöhrəboğlu ölümündən sonra vətən uğrunda və Suqovuşanın azad olunmasına görə medalları ilə təltif edilib. Qəbri doğulduğu Çəmənli kənd qəbirstanlığındadır.